Hər vaxtınız xeyir dəyərli izləyicilər. İndi sizə Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi 1-ci qrup 20 sınaq riyaziyyat test toplusundan növbəti 19-cu sınağın icazətini verəcəm. Kanala abunə olmağı, videoları bəyənməyi və şərh yazmağı unutmayın. Başlayaq ilk sualdan. İlk sualımız belədir. A bərabərdir 3/7 üstə gəl 3/10 ədədinin neçə natural böləni var? Ədədin natural bölənlərin sayını tapmaq üçün ədədi əvvəlcə sadə vurğulara ayırmaq lazımdır. Sonra qüvvət şəklində yazmaq lazımdır. Ən sonda qüvvətlərin üzərinə bir gəlib hasını tapmaq lazımdır. İndi biz verilmiş ədədi bu şəkildə yazırıq. A bərabərdir 3/7 ortaqdır. Çıxardan mötərizə xaricinə 3/7 vurulsun 1/3-ün kubu. Bu da bərabərdir 3/7 vurulsun 1 plus 27. Bu da bərabərdir 3/7 vurulsun 28. 3/7 vurulsun 28 yazıram. 2/2, 7/1. Verilmiş ədəd sadə vurğulara ayrıldı. İndi natural bölənlərin sayını tapmaq üçün burada qüvvətlərin üzərinə bir gəlib hasını tapmalıyam. 7 plus 1, 2 plus 1 və 1 plus 1 bərabərdir 8 vurulsun 3 vur 2. Bu da bərabərdir 48. Yəni doğru cavabımız burada C variantı. İkinci sual. İfadəsinin qiymətini hesablayın. Əvvəlcə burada nə edəcəm? 18,4/72 ilə 7,11/3-ü toplayacağım. Bərabərdir. 18,4/72 bizə verir 18,99/72. Üstə gəlir 7,11/3 kəsr hissəsini yazıram. 99/27 bərabərdir. Tam hissələri bir toplayacağım. 18-dən 7-nin cəmi 25. 99/72 ilə 99/27-nin cəmi 99/99. Bu da bizə verir 26 tam. İndi isə 26 tamdan çıxmalıyam 17 tam 19/13-ü. Bu da bərabərdir. 26-nı yazırıq bu şəkildə. 25 tam 19/19 çıxılsın 17 tam 19/13. Bu da bərabərdir 8 tam 19/6. Doğru cavabımız C variantı. Üçüncü sualımız ədədinin tam hissəsini tapın. Əvvəlcə verilmiş ədədi sadələşdirmək lazımdır. Əvvəlcə məxrəcə baxaq. Kök altında 48 çıx kökdə 27 bərabərdir. Kök altında 48 yazıram 16 vur 3 şəklində. Çıxılsın kök altında 27-ni yazıram 9 vur 3 şəklində. 16-dan kök 4 çıxır. 4 kökdə 3 çıxılsın 9-dan kök çıxır 3. 3 kökdə 3. Bu da bərabərdir kökdə 3-ə. Məxrəci sadələşdirdim. Gətirib yerinə yazsam A bərabərdir 30 bölünsün kökdə 3. Sürətlə məxrəci kökdə 3-ə vura bilərik. Mən başqa cür yazıram. Sürəti yazıram kök altında 900. 900 bölünsün kökdə 3. Bu da bərabər kök altında 900-ün 3-ə nisbəti. Bu da edir kökdə 300. A-nı tapdıq. Kökdə 300-ə bərabərdir. Biz bilirik ki, kökdə 300 yerləşir. 300-ə yaxın kök çıxan ədədlər 324-dür. Sol tərəfdə də 289-dur. Demək, yerləşir kökdə 324 ilə kök altında 289 arasında. 289-dan kök çıxır 17. 324-dən kök çıxır 18. Deməli, verilmiş ədəd 17-dən 18 arasında yerləşir. Yəni 17 tam onda neçədir? Ona görə onun tam hissəsi olacaq 17. Yəni doğru cavabımız burada Y variantı. Dördüncü sual. Kəsrini ixtisar edin. Sürəti yazırıq bu şəkildə. X çıx 3, X çıx 12. Bölünsün. Məxrəcdə ilk ikisindən ortaq kimi x kvadratını mütərizə xaricinə çıxartsaq, qalır x çıx 3. Növbəti ikisindən mənfi 2-ni çıxartsaq,
Qalacaq x çıx 3. Bu da bərabərdir. Sürəti olduğu kimi yazırıq. X çıx 3, x çıx 12. Məxrəcdə orta vuruq kimi x çıx 3-ü çıxardan mütərizə xaricinə. Qalır x kvadratı çıx 2. X çıx 3-lər ixtisar gedir. Nəticədə bizdə qalır x çıx 12-nin x kvadratı çıx 2-yə nisbəti. Doğru cavabımız A variantı. 5-ci sual. İfadəsini sadələşdirin. Əvvəlcə burada hər bir ifadəni sadələşdirəcəm. Sürətdəki hər bir ifadəni sadələşdirəcəm. Kök altında 13-ü yazıram bu şəkildə. Kökdə 6-nın kvadratı üstəgəl kökdə 7-nin kvadratı üstəgəl 2 kökdə 42-nə yazıram. 2 vur kökdə 6 vur kökdə 7. Bu şəkildə yazıram. Bu da bərabərdir. Baxırıq ki, kökün altındakı ifadə bizə verir kökdə 6 ilə kökdə 7-nin cəminin kvadratı. Bu da bərabərdir. Buradan kök çıxacaq. Dərəcə 2 olduğu üçün, qüvvət də 2 olduğu üçün ixtisar gedir və modul kökdə 6 plus kökdə 7 çıxır. Bu modulun içərisində müsbət olduğu üçün bəndə olduğu kimi çıxır. Kökdə 6 plus kökdə 7. Bunu yazdıq. İndi keçək o birisinə. O birisini belə yazırıq. 12 yazırıq yenə kökdə 6-nın kvadratı üstəgəl kökdə 7-nin kvadratı çıxılsın burada olacaq. 2 vur kökdə 6 vur kökdə 7. Çünki burada kök altında 168-i belə yaza bilərik. 2 kök altında 42 yaza bilərik. İndi bu da bərabərdir. Kökün altındakı ifadə bizə verir kökdə 6 çıx kökdə 7-nin kvadratı. Yenə burada ixtisarlar gedəcək. Yəni kökün dərəcəsi ilə kök altı ifadənin qüvvəti ixtisar gedəcək və modul çıxacaq. Kökdə 6 çıx kökdə 7. Modulun içərisi mənfi olduğu üçün yer dəyişib çıxacaq. Kökdə 7 çıx kökdə 6. Sürətin nəticəsi hər iki ifadəni sadələşdirdik. Yəni sürətdə yerinə yazsaq alınacaq kökdə 6 plus kökdə 7 üstəgəl kökdə 7 çıx kökdə 6 bölünsün kökdə 7 plus kökdə 6. İndi kökdə 6-lar islah olunur. Sürətdə qalır 2 kökdə 7. Məxrəcdə isə olur kökdə 7 plus kökdə 6. İndi isə sürəti də məxrəci də məxrəcin qoşmasına vursaq 2 kökdə 7 vurulsun kökdə 7 çıx kökdə 6 bölünsün kökdə 7 çıx kökdə 6. Bu da bərabərdir. Sürətdə 2 kökdə 7-ni içəri vursam 2 vur kökdə 7 vur kökdə 7 çıx 2 kökdə 7 vur kökdə 6. Məxrəcdə birini unutdum. Kökdə 7 plus kökdə 6-nı unutdum. İndi məxrəcdə də alınacaq kökdə 7-nin kvadratı çıx kökdə 6-nın kvadratı. Bu da bərabərdir. Sürətdə alınır. 2 kökdə 7-ni kökdə 7-yə vuranda 14 eləyəcək. Çıx 2 kökdə 42. Məxrəcdə alınır 7 çıx 6. Məxrəc 1 olduğu üçün nəticə olacaq 14 çıxılsın 2 kök altında 42. Yəni doğru cavabımız olacaq burada B variantı. 14 çıx 2 kök altında 42. 6-cı sualımız və sual belədir. A parametrin hansı qiymətində tənlin həlli yoxdur? Burada yazırıq ki 5A plus 9x bərabərdir 2A vurulsun 2 minus x-ə. Təbii ki, şərt yazmaq lazımdır ki, x2 ola bilməz. İndi 5A üstəgəl 9x bərabər 4A çıx 2AX. 2AX-i sola keçirəcəm. 9x üstəgəl 2AX bərabər 4A çıx 5A-ya. X-i mütərizə xaricdən çıxarsaq 9 üstəgəl 2A vur x bərabərdir mənfi A-ya. Alındı bir dəyişənli xətti tənlik. Bir dəyişənli xətti tənliyin həlli olmaması üçün x-in əmsalı sol tərəf. Bir də sərbəst həddə baxmaq lazımdır burada. X-in əmsalı burası 0 olmalıdır. Burası 0-dan fərqli olmalı ki, həll olmasın. Ona görə yazırıq 9 plus 2A bərabərdir 0-a. 2A bərabərdir mənfi 9-a. A-nın mənfi 4,5. Deməli, A-nın mənfi 4,5 qiymətində
bu tənliyin həlli yoxdur. Doğru cavabımız burada A variantı. 7-ci sual. Bərabərsizliyin natural həllərin cəmi tapın. Deməli, x çıx 6 vurulsun x kvadrat çıx 9x plus 14 kiçik bərabər 0. X çıx 6 vurulsun kök altında. Kök altı ifadəni yazırıq. X çıx 2 x çıx 7-nin has şəklində. Kiçik bərabər 0. İndi kök altı ifadə dərəcə cüt olduğu üçün bunun nəticəsi heç vaxt mənfi ola bilməz. Ən azı 0 olacaq və müsbət olacaq. Deməli, bura mənfi olmalıdır ki, nəticə getsin mənfiyə. Deməli, x çıx 6 kiçik bərabər 0. Yəni, x-imiz 6-dan kiçik bərabər olmalıdır. Bu birinci şərtimiz. İndi digər tərəfdən də dərəcə cüt olduğu üçün biz yazmalıyıq ki, kök altı ifadə özü mənfi ola bilməz. Yəni, x çıx 2 vurulsun x çıx 7 böyük bərabər 0 olması lazım. Burada köklər biri 2'li, biri 7'dir. Hər ikisi doludur. Həm 2, həm 7. 7'nin sağında x-in yerine 8 seçsəm, x-in yerine 8 qoyanda hər ikisi müsbət, hasılı müsbət olacaq. 2 ilə 7 arasında x-in yerine 5 qoysam, birincisi müsbət, ikincisi mənfi, hasılı mənfi olacaq. 2'nin solunda x-in yerine məsəl üçün 0 qoysa, x-in yerine 0 qoyanda hər ikisi mənfi, hasılı müsbət. Bizə müsbət lazımdır. Mənfi sonsuzluqdan 2'yə birləşir 7 müsbət sonsuzluq. İndi bu ifadəni bununla kəsrləmək lazımdır. Kəsrəndə olacaq mənfi sonsuzluqdan 2. Sadəcə diqqət eləmək lazımdır burada. 7'nin özü həldir. Bir də birləşir 7'nin özü. Yəni 7'ni yerində qoyanda burada 0 alınır, payı yoxdur. 7 özü həldir. Deməli, natural həllərin cəmini soruşur. 1 plus 2 plus 7 nəticə olacaq 10. Yəni doğru cavabımız burada D variantı 10'a bərabərdir. 8-ci sual. Ədədi silsilədə ilk 19 həddin cəmi 3, ilk 26 həddin cəmi 31 olarsa, ilk 45 həddin cəmini soruşur. Burada nəyə baxmaq lazımdır? Deməli, ilk 26 həddin cəmindən ilk 19 həddin cəmini çıxsa, mənə verəcək 31 ilə 3-ün fərqi. Sol tərəf, yəni bu hissə bizə nəyə verir? Bizə verir A26, üstə gəl A25, üstə gəl A24, A23, A22, A21, bir də A20'ni verir. Bərabərdir 28'ə. Bunu bildik. İndi A26 ilə A20 indekslərin cəminə baxırıq. Neçədir? 46. Deməli, onların yerinə 2 A23 yaza bilərəm. Üstə gəl. A25, A21 yenə eyni zamanda 2 A23 yaza bilərəm. Sonra A24, A22 2 A23 bir də A23 var. Üstəgəl A23 bərabər 28. İndi burada baxırıq. Bunları biz toplasaq nə alınacaq? 7A23 bərabər 28'ə. A23 bərabər 4. Bunu tapdıq. İndi ilk 45 həddin cəmini soruşur. SN bərabərdir. A1 üstə gəl AN böl 2 vurulsun N. Yəni S45 bərabərdir. A1 üstə gəl A45 böl 2 vurulsun 45. İndi A1 ilə A45'in cəmi məlum məsələ nə bərabərdir? 2A23 yerinə yazsaq 2A23 bölünsün 2 vurulsun 45. Bunlar gedəcək. A23 vur 45 qalacaq. A23'də tapmışıq 4. 4 vur 45 nəticə olacaq 180. Yəni doğru cavabımız burada 180'ə bərabərdir. 9-cu sual.
K'nın hansı qiymətlərində, yəni K'nın hansı mənfi qiymətində parabolasının təpə nöqtəsi apsis oxu üzərindədir. İndi parabolanın təpə nöqtəsinin apsis oxu üzərində olması üçün diskriminant olmalıdır nə? 0. Yəni b kvadratı çıx 4ac bərabər olmalıdır 0. B x-in əmsalı mənfi k, mənfi k'nın kvadratı çıx 4 vur a. A x-in əmsalı 4 çıx k. C ilə sərbəstdir 2-də 1. Olmalıdır 0. Burada alınır k kvadrat çıxılsın 2 vurulsun 4 çıx k bərabərdir 0-a. K kvadrat çıxılsın 8 üstəgəl 2k bərabərdir 0. Bunu yazırıq k kvadrat üstəgəl 2k çıx 8 şəklində bərabər 0. Bu da bizə verir k plus 4 k çıx 2 bərabərdir 0. Hasil 0-dırsa ən azı biri 0-dır. Buradan k alınır mənfi 4, buradan alınır k2. İndi bizdən də k'nın mənfi qiyməti soruşduğu üçün cavabımız burada mənfi 4 olacaq. Doğru cavab A variantı. 10-cu sual. Tangents x-i verir bizə kökdə 5 bölü 2. Bizdən soruşur 18 kosinus 2x-i tapın deyir. Biz bilirik ki kosinus 2x bərabərdir. 1 çıxılsın tangens kvadratı x bölsün 1 plus tangens kvadratı x-ə bərabərdir. İndi yerinə yazsaq 1 çıxılsın tangens kvadratı x olacaq 4-də 5 bölsün 1 plus 4-də 5 bu da bərabərdir. Sürətlə məxrəcə 4-ə vursam sürətdə alınır 4 çıxılsın 5 məxrəcdə alınır 4 plus 5 bu da bərabərdir 9-da mənfi 1. Bunu tapdıq. İndi əmsal 18 olduğu üçün 18'e vursaq 18 vurulsun mənfi 9'da 1. Bu da olacaq mənfi 2. Yəni doğru cavabımız burada B variantı mənfi 2'yə bərabərdir. 11-ci sual. İfadəsinin qiymətlər çoxluğunu tapın. Burada nə edəcəyik? Kosinus kvadratı x'in yerinə yazırıq 1 çıx sinus kvadratı x. 3 vurulsun 1 çıxılsın sinus kvadratı x. Çıx sinus x üstəgəl 6. Bu da bərabərdir. 3'ü içəri vursaq 3 çıx 3 sinus kvadrat x çıx sinus x plus 6. Bu da bərabərdir. Mənfi 3 sinus kvadratı x çıx sinus x plus 9. Bu da bərabərdir. İndi mənfi 3'ü çıxardan mütərizə xaricine. Alırız sinus kvadratı x plus 3'də 1 sinus x plus 9'u yazıram qıraqda. Bu da bərabərdir. Mənfi 3 vurulsun. Mütərizənin içərisində yazmalıyım ki tam kvadrat alınsın. Oraya yazıram şəkildə sinus kvadratı x üstəgəl 2 vur 6'da 1 vur sinus x üstəgəl 6'da 1'in kvadratı çıx 6'da 1'in kvadratı plus 9. İndi bu hissə, baxın bu hissə mənə verəcək tam kvadrat. Yəni bu hissə mənə verir mənfi 3 vurulsun. O hissə verir mənə sinus x plus 6'da 1'in kvadratı. Bir də yazırıq ki mənfi 3 də vurmalıyam mənfi 6'da 1'in kvadratına. O da verəcək bizə nəyi? 12'də 1. Müsbət 12'də 1 verəcək. Plus 9. Bu da bərabərdir. Mənfi 3 vurulsun. Sinus x plus 6'da 1'in kvadratı. Üstəgəl 9 tam 12'də 1. İndi bura nəyə baxırıq? Bu hissə 0 ola bilər. Yəni sinus x mənfi 6'da 1 ola bilər. Problem yoxdur. O hissə 0 olanda nəticə maksimum olacaq. Çünki əmsal mənfi 3 olduğu üçün bu maksimum qiymət alır. Həmin hissə 0 olanda maksimum qiymət. Maksimum qiymət də bəllidir. Maksimum qiymət də buradakı qiymətdir. 9 tam 12'də 1. Maksimumunu bildik. 9 tam 12'də 1 bu maksimumdur. Maksimumunu yazdıq. İndi qaldı minimum tapmaq. Minimum burada sinus x'in yerinə 1 qoyanda minimum alınacaq. Minimum. Sinus x'in yerinə 1 qoyanda alınacaq. Çünki toplamadır. Kvadrat olduğu üçün getdikcə böyüyəcək burada. Mənfi 3. Mütərizənin içərisi böyüyür. 1 yazanda olacaq 6'da 7. Bunda kvadratı.
Üstəgəl 9 tam 12-də 1. Bu eləyir 40, 36'da 49. Yəni mənfi 12'də 49. Mənfi 12'də 49. Bu da eləyir 12'də 109. Bu da eləyir 12'də 60 və 5 çıxır. Deməli minimum qiymət 5'dir. Minimum qiymət 5. Maksimum qiymət də 9 tam 12'də 1. Bu oldu qiymətlər oblasti. Deməli doğru cavabımız Y variantı. 12-ci sola keçək. Funksiyasının qrafikinə apsisi x0 bərabərdir -4 olan nöqtədə çəkilmiş toxlanın tənini müəyyən edin. Əvvəlcə bizə nə lazımdır burada? Funksiyanın özünün törəməsi. F törəmə x bərabərdir. Yazırıq. Sürətin törəməsi. X çıx 2'nin törəməsi. Vurulsun məxrəc. X plus 5. Çıxılsın məxrəcin törəməsi. Vurulsun sürət. Bölünsün məxrəcin kvadratı. X plus 5'in kvadratı. F törəmə x bərabərdir. X 2'nin törəməsi bizə 1'i verir. Ona görə burada qalır sürətdə x plus 5 birinci hissədə. Çıxılsın. X plus 5'in törəməsi bizə 1'i verir. Qalır x çıx 2. X çıx 2. Bölünsün x plus 5'in kvadratı. Sürətdən mütərizəni atsaq, x'lər gedəcək, qalacaq 7. 7 bölünsün x plus 5'in kvadratı. Funksiyanın törəməsini tapdıq. Biz bilirik ki, hər hansı nöqtədə çəkilmiş toxlanın bucaq amsalı həmin nöqtədə funksiyanın törəməsinin qiymətinə bərabərdir. Yəni k bərabərdir f törəmə x0-a. Yəni f törəmə -4'ə. Funksiyada -4 yazsaq burada törəmədə 7 bölünsün -4 plus 5'in kvadratı. 7 bölünsün 1 nəticə olacaq 7. Olur 7. İndi hər hansı bir əyri çəkirəm. Məsəl üçün bu olsun hər hansı bir əyri. Bu da toxunandır, əyriyə toxunandır. Bu fx'dir. Bu da y toxunandır. Bu da x0. Baxıram ki, toxunma nöqtəsi həm toxunanın üzərindədir, həm də verilmiş fx funksiyasının üzərindədir. Və x0 nöqtəsində çəkilir. Yəni burada -4. Deməli, y -4 ilə f -4 eyni qiymətlər alır. Yəni bizdə toxunanın bucaq amsalı 7 olduğu üçün toxunanın tənli y bərabərdir 7x plus b-dir. Bunu bildik. İndi bizə lazımdır b-ni tapmaq. B-ni. Y -4, f -4'ə bərabər olduğu üçün mən artıq toxunma nöqtəsinin oradan tapa bilərəm. Gətirib funksiyanın özündə, burada funksiyanın özündə x-in yerinə mən -4 yazsam, f -4 bərabər olacaq. -4 çıx 2, -4 plus 5. Sürətdə -6, məxrəcdə 1. Olacaq -6. Deməli, toxunma nöqtəsi -4, -6'dır. İndi bu nöqtəni də gətirib burada toxlanın tənliyində yerinə yazsam, -6 bərabərdir 7 vurulsun -4 plus b. -6 bərabərdir -28 plus b. B də bərabərdir -6 plus 28. Yəni b oldu 22. B-ni tapdıq. B-nin də qiymətini yerinə yazsaq, y bərabər olacaq 7x üstə 22. Bu oldu toxunanın tənliyi. Doğru cavabımız Y variantı 7x üstə 22. 13-cü sualımız LC5A, LC7B olarsa loqaritm 35-dən 28'i A ilə və B ilə ifadə edin. Baxırıq nəyə? 10 əsasdan verib 35 əsasdan soruşur. Ona görə loqaritm 35 əsasdan 28'i yazıram bu şəkildə. 10 əsasa keçirəcəm. 10 əsasdan 28 bölünsün 10 əsasdan 35 bərabərdir. 10 əsasdan 28 yazıram bu şəkildə. 10 əsasdan 4 üstəgəl 10 əsasdan 7. Aşağıda yazırıq 10 əsasdan 5, 10 əsasdan 7. Bu da bərabərdir. Bu da bərabərdir. LC4. LC4'ü yazırıq 2, LC2.
üstəgəl LC7. LC7 bölünsün. Məxrəci olduğu kimi yazıram. LC5 üstəgəl LC7. İndi mənə lazımdır LC2. LC2'ni tapmaq lazımdır. LC2 bərabərdir. LC10 böl 5. Bu da LC10 çıx LC2 deməkdir. LC10 1 olduğu üçün 1 çıx LC2 deməkdir. Üzr istəyirəm. Burada 5 yazmalıyam. LC10 1 olduğu için 1 çıx LC5. Gətirib burada yerinə yazsaq. Burada LC2'ni yerinə yazsaq. Alınacaq sürətdə alınacaq. İndi əmsal 2 olduğu için 2'ye vurulacaq. 2 çıx 2 LC5 üstə LC7. Bölünsün LC5 üstə LC7. Bu da bərabərdir. LC5 A'dır, LC7 də B'dir. Yerinə yazsaq. Sürətdən alınacaq B çıx 2A üstə gəl 2. Məxrəcdə alınacaq B plus A. B plus A alınacaq. İndi baxaq gör cavab hansıdır. Doğru cavabımız B variantı. B çıx 2A plus 2 üzr istəyirəm. B deyil. B çıx 2A plus 2 B plus A. Doğru cavabımız C variantı. 14-cü sual. Bərabərsizliğini həll edin. Burada nə edəcəyik? 2 üstü x'e bina yeni əvəzləmə aparacağım. T diyeceğim. Təbii ki, T sıfırdan böyükdür burada. Alınır T kvadratı çıx 17T üstəl 16. İkisi bərabər 0. Bərabərsizliyi belə yazırıq. T çıx 16 T çıx 1 şəklində. İkisi bərabər 0. Kökün biri 1'dir, digəri isə 16'dır. Hər ikisində alır, doludur. 1 16. 16'nın sağında T'nin yerinə 17 seçsəm, hər ikisi müsbət olacaq və nəticə olacaq müsbət. 1 ilə 16 arasında T'nin yerinə 10 seçsəm, T'nin yerinə 10 yazanda biri mənfi, biri müsbət, hasil mənfi olacaq. 1'in solunda T'nin yerinə 0 seçsəm, hər ikisi mənfi, hasil müsbət. Bizə mənfi lazımdır. Deməli, T yerləşir 1 ilə 16 arasında T yerləşir. T də 2 üstü x'dir. Yerinə yazsaq, 1 2 bərabər 2 üstü x, bu da 2 bərabər 16. 1'i yazıram 2 üstü 0 şəklində. 16'da yazıram 2 üstü 4 şəklində. Əsas 2 və 1'dən böyük olduğu üçün işarə dəyişməz. Ona görə buradan yazırıq ki, x yerləşir 0 ilə 4 arasında. Demək, həll 0, 4 parçası. Doğru cavabımız D variantı. 15-ci sual. Bərabərliyindən Z kompleks ədədini tapın. Burada nəyə baxırıq? Z bərabər olacaq nəyə? 3 plus i bölünsün 2 minus i. 2 kompleks ədədin nisbətini tapmaq lazımdır. Sürəti də məxrəci də məxrəcin qoşmasına vursaq. Deməli 3 plus i vurulsun məxrəcin qoşması 2 plus i'dir. Bölünsün 2 minus i 2 plus i bərabərdir. Deməli 3 içəri vursaq 3 dəfə 2 6. 3i üstə gəl 2 üstə gəl i kvadrat. Məxrəcdə a çıx b a plus b, yəni a kvadrat çıx b kvadrat. Yəni 2'nin kvadratı çıx i'nin kvadratı. I kvadratın yerinə mən mənfi 1 yazsam 6 üstə gəl 5i çıx 1. 4 çıxılsın mənfi 1. Bu da bərabərdir 5 üstə gəl 5i bölünsün 5'e. Sürətdəki hər birini məxrəcə bölsəm 1 plus i alınacaq. 1 plus i. Ona görə doğru cavabımız B variantı 1 plus i'yə bərabərdir. 16-cı sual. İntegralını hesablayın. Burada mən əvəzləmə aparacağım. 2x çıx 1'ə bir t əvəzləmə istəyəcəm. İndi hər tərəfin törəməsini alacağım. Sol tərəfdə x olduğu üçün x-ə görə törəmə alacağım. Sol tərəfin x-ə görə törəməsi bizə 2'ni verir. Yəni 2 dx yazıram yanındakı, bilim ki, nəyə görə törəmə almışam sol tərəfdən. Sağ tərəfin isə t-yə görə törəməsi. T-nin t-yə görə törəməsi 1'dir. dt yazıram ki, bilim ki, nəyə görə törəmə almışam. Demək, buradan alınır ki, dx bərabər olacaq dt böl 2. Bunu tapdıq. X-imiz dəyişir 1 ilə 5 arasında. Artıq t-yə keçdiyim üçün t-nin sərhədləri lazımdır mənə. Deməli, x-in yerinə 1 yazanda burada x-in yerinə 1 yazsaq, t-nin bir sərhədi olacaq 1. X-in yerinə 5 yazanda digər sərhədi olacaq 9. Deməli, t dəyişir 1-dən 9'a. Kök altında t
vurulsun dt böl 2. Bu da bərabərdir 2-də 1. 1-dən 9-a. T üstü 2-də 1 dt. Bu da bərabərdir 2-də 1. T üstü 2-də 1 integralı bizə verəcək t üstü 2-də 1 plus 1 bölünsün 2-də 1 plus 1. 1-dən 9-a bərabərdir. İndi məxrəcdə 2-də 1-i məxrəcə vursam, məxrəcdə alınacaq deməli 3. 3 alınacaq. Sürətdə də t üstü 2-də 3. 1-dən 9-a. İndi yuxarı sərhəd yerinə yazsaq, olacaq 3-də 9 üstü 2-də 3 çıxılsın 3-də 1 üstü 2-də 3. Aşağı və yuxarı sərhədləri yerinə yazdım. 3-də 9 üstü 2-də 3. 9 nədir? 3-ün kvadratı. 3-ün kvadratı üstü 2-də 3. Çıxılsın 1-in istənilən qiyməti 1-dir onsuz da. Çıxsın 3-də 1. Bu da bərabərdir. 3-də 3-ün kvadratı üstü 2-də 3. 2-lər gedir 3-ün kubu. Yəni 27. Çıx 3-də 1. Bu da bərabərdir 3-də 26-ya. Yəni doğru cavab burada B variantı. 17-ci sual. X kvadrat çıx 2x çıx 7 bərabər 0 olarsa, x kub plus 8 böl x plus 2 ifadəsinin qiymətini tapın. Əvvəlcə sürəti sadələşdirək. X kubu plus 8. Bunu yazırıq bu şəkildə. X kubu üstəlik 2-nin kubu şəklində. Bu da bərabərdir. Əvvəlcə onların cəmi vurulsun birincinin kvadratı, çıx hasilləri, üstəlik ikincinin kvadratı, 2-nin kvadratı. Gətirib yerinə yazsaq, x plus 2, x kvadrat çıx 2x plus 4. Bölünsün, bölünsün. X plus 2'ye. Bunlar x'e girəcək. Nəticə qalacaq x kvadrat çıx 2x plus 4. İndi verilmiş bərabərlikdən tapa bilərik ki, x kvadratı çıx 2x 7-yə bərabərdir. Ona görə buranın yerinə mən 7 yazsam, 7 plus 4 nəticə olacaq 11. Yəni doğru cavabımız burada Y variantı. On 18-ci sual. Mərkəzləri arasındakı məsafə 14 sm, radiusları 11 sm və 17 sm olan iki çevrənin neçə orta toxunanı var? Deməli, nəyə baxırıq? Baxırıq ki, mərkəzləri arasındakı məsafə, yəni 14, radiusları cəmindən kiçikdir, radiusları fərqinin modulundan isə böyükdür. Yəni, buradan o çıxır. 6, 14 və 28. Bu şəkildə olanda deməli ki, çevrə də denir. İki fərqli nöqtədə kəsişirlər bunlar. İki fərqli nöqtə. Bu şəkildə olur. İndi bunların iki dənə orta toxunanı olacaq. İki dənə orta toxunanı. Biri buradandır, budur. Digəri də buradan olacaq. İki dənə orta toxunanı var. Deməli, doğru cavabımız burada B variantı. İki orta toxunan var. 19-cu sual. Oturacağının sahəsi köşkdə 3 kvadrat santimetr olan düzgün üçbucaqlı ABC, A1, B1, C1 prizmasının hündürlüyü 1 santimetr olarsa, A1 təpəsindən BC tilinə qədər olan məsafəni tapın. Deməli, oturacağı düzgündür. Düzgün üçbucaq. Deməli, A, B, C, A1, B1, C1. İndi bizə deyir ki, oturacağı düzgün üçbucaqdır. Yəni, oturacağı bərətərli üçbucaqdır. Mən T ilə A desəm, bərətərli üçbucağın sahəsi A kvadrat köşkdə 3 bölü 4-dür. Bərabər köşkdə 3-ə. Deməli, A kvadrat nədir? A kvadrat bərabər 4-ə. A da çıxır 2. Deməli, oturacağın tərəfi 2-dir.
Bunu bildik. Hündürlüğü də verib 1. A1 1'dir. İndi deyir ki, A1 təpəsindən BC tilinə qədər olan məsafə. İndi burada nə etmək lazımdır? Mən oturacağın hündürlüyünü çəkirəm. Oturacağın hündürlüyü. Bu olsun 90. Mən A1 ilə həmin hündürlüyü birləşdirsəm, H-ı birləşdirsəm, bu olacaq məndən istənilən cavab. Yəni bizdən bu məsafəni soruşur. Yəni A1 H-ı soruşur. İndi burada nə fikirmək lazımdır? Bura 90 dərəcədir. Bura 90 dərəcə. İndi tərəfi tapmışıq. Tərəf nədir? Tərəf 2. Bura 60 dərəcədir. Oturacaq var tərəf 3 bucaq olduğu üçün. Bura 60-dır, bura 30. Tərəf də 2-dir. 90-ın qarşısı 2 isə 30-un qarşısı yarısı 1. 30-un qarşısı 1 isə 60-ın qarşısı kökdə 3. Bura kökdə 3. İndi yazırıq A1 H-ın kvadratı bərabərdir A1-in kvadratı üstəgəl AH-ın kvadratı. Bu da bərabərdir 1-in kvadratı plus kökdə 3-ün kvadratı. A1 H-ın kvadratı bərabərdir 1 plus 3, yəni 4-ə. A1 H bərabərdir 2. Yəni doğru cavabımız burada olacaq 2. B variantı. 20-ci sual. Diametrə perpendikular vətər onu 2-3 nisbətində bölür. Diametr və vətərin bu çevrəni böldüyü qövslərin ən kiçik dərəcə ölçüsünü tapın. Ən kiçik dərəcə ölçüsü. İndi mən çevrə çəkməliyəm ilk öncə. Diametr çəkirəm. Olsun mərkəz. Hər hansı bir vətər çəkirəm burada. Vətər də olsun burada. İndi bu perpendikulyardır. İndi deyir ki, diametrə perpendikular olan vətər onu 2-3 nisbətində bölür. 2-3 nisbətində. İndi mən 2K, 3K deməyəcəm. 2'ye vuracam 4/6. Qoy diametri tam bölünsün də. 5'in yarısı 2,5. Amma onun yarısı isə 5'dir. Deməli 4/6 nisbətində. Yəni bura 4K olacaq. Bura olacaq 6K. Ümumi 10K'dır. Ümumi 10K olduğu üçün deməli radius olacaq 5K. Radius 5K'sa bu hissə olacaq 5K. Bu hissə olacaq K. Bu hissə K. Bunu bildik. Bura A, bura B, bura C, bura D deyirəm. Burada O mərkəz deyirəm. İndi O ilə D-ni birləşdirəcəm. O ilə D-ni birləşdirsəm, deməli bu da radiusdur. Bura olacaq 5K. İndi burada deyir ki, çevrəni böldüyü qövslərin ən kiçiyi. Baxın, bu qövslə bu qövs bərabərdir. Bu qövslə də bu qövs bərabərdir. Ən kiçiyi dediyi, baxın, DB qövsünü soruşur və yaxud da BC qövsü. DB qövsünün dərəcə ölçüsü bu bucağa bərabərdir. Bu bucağın dərəcə ölçüsünə bərabərdir. Yəni alfa deyirəm. İndi mən baxıram ki, həmin bucağın kosinusunu yaza bilərəm. Kosinus alfa bərabərdir. Bitişik katıdır. K bölünsün hipotenuz 5K'ya. Bu da olacaq 5'də 1. Kosinus alfa 5'də 1 isə alfa da olacaq R kosinus 5'də 1. Yəni doğru cavabımız burada olacaq C variantı. R kosinus 5'də 1'ə bərabərdir. Gəldi 21-ci sual. İti bucağı 60 dərəcə, diaqonalların kəsişmə nöqtəsindən tərəflərə qədər məsafələri 4/3 və 6 olan paralaqamın sahəsini tapın. İndi əvvəlcə paralaqam çəkməliyəm. Bu paralaqdır. A, B, C, D. İndi diaqonalları keçək. Bu ikisi diaqonal. İndi deyir ki, diaqonalların kəsişmə nöqtəsindən tərəflərə qədər məsafələr 4/3 və 6'dır. 4/3 və 6. İndi baxaq. 4/3. Ən böyük tərəf, ən kiçik tərəf. Baxın, buradan bura qədər olan məsafə. Bura deyirəm 4/3. Burada deyirəm 6. Burada 6. İndi mən bu məsafələri uzadacağım bu şəkildə. Bura 6-dırsa burada 6 olacaq. Diaqonal kəsişmə nöqtəsi yarıya bölündükcə həmin hissələrdə yarı olacaq. Eyni zamanda burada olacaq neçə? 4/3. Deməli, mənə nəyi verib? HA ilə HB-ni verib də.
Birini verib 8 köşdə 3. Digərini də verib 12. Bunu bildik. İndi iti bucağı neçədir? İti bucağı 60 dərəcədir də. İndi ayrıca mən bunu çəkəcəm. Ayrıca təzədən ayrıca belə çəkəcəm. Çox qarma-qarışıq olmasın deyə. Yəni bura 60 dərəcə verilib. İndi bu hündürlük nəyə qədərdir? 12. Bura 12. Bura 12 yazdım. Bura 12 yazıram. İndi digər hündürlük də buradır. O da neçədir? 8 köşdə 3. 8 köşdə 3. İndi 60'ın qarşısı 12'dir. Burada 30'dur. 30 və 90. 60'ın qarşısı 12 isə 30'un qarşısı 12'nin köşdə 3'ə bölməliyəm. 12 böl köşdə 3. 90'ın qarşısı bunun 2 misli 24 böl köşdə 3. Bu da edir 8 köşdə 3. Demək burada 8 köşdə 3. Ona görə sahə S bərabərdir. Hündürlükdən tərəfin hasili. 8 köşdə 3 vur 8 köşdə 3. Bu da bərabərdir 64 vur 3. Nəticə olacaq 192. Yəni doğru cavabımız burada 192'ye bərabərdir. İkinci sual. Oturacağın sahəsi 30, tam səthinin sahəsi 90 olan konusun doğranı ilə oturacağı arasındakı bucağı tapın. Biz bilirik ki, konusun oturacağın sahəsi pi r kvadratdır. Pi r kvadratı. Bərabər nəyə? 30. İndi tam səthin sahəsi. Tam səthin sahəsi pi r kvadrat. Üstə gəl pi r l bərabər 90'a. Yəni tam səthin sahəsi də buna bərabərdir. İndi oturacağın sahəsi 30 olduğu üçün, bura 30 olduğu üçün demək bura neçədir? Burada 60'dır. Buna yazırıq ki, pi r l bərabər nəyə? 60'a. Bunları tərəfə bölsək alınır r-in l-ə nisbəti. Bərabər olacaq 2'də 1. Deməli, l bərabərdir 2-yə. Yəni, doğran radiusun kimisidir. İndi baxaq. Deməli, bura radiusdur. Doğran da radiusun kimisidir. Biz bilirik ki, 90 olduğu üçün bu bucaq 30 dərəcə olacaq. Çünki 90'ın qarşısı 2-yerdir. Bu bucağın qarşısı da yerdir, yarısıdır. Deməli, bura 30 dərəcədir. 30-90 bura 60 dərəcə. Burada 60 dərəcə. İndi bizdən soruşur ki, konusun doğranı ilə oturacağı arasındakı bucaq. Yəni, bizdən 60 dərəcəni soruşur. Doğru cavab C variantı. 23. Limit x 2'ye yaxınlaşır. Limitin cavabını soruşur. Baxaq. 2 kəsinin cəmi limit tapmaq üçün onların limitləri cəmi tapmaq lazımdır. Əvvəlcə ona görə yazırıq ki, limit x 2'ye yaxınlaşır. 2x kvadratı çıx x çıx 6 bölünsün x kvadratı çıx 4. Üstəlik limit x yaxınlaşır 2'ye. 2x çıx 1 bölünsün x plus 2. İndi baxın, birincidə yerinə x yerine 2 yazanda sürətlə, məxrəclə sıfıra gedir. Ona görə də L'Hopital qaydasını tətbiq etsək, sürətin ayrıca törəməsi tapıram, məxrəcin ayrıca törəməsi. Sürətin törəməsi 4x çıx 1, mərkəzin törəməsi isə 2x eləyir. Üstəgəl, burada artıq yenə yaza bilərik. Alınır 2 plus 2, 2 vur 2 çıx 1 bərabərdir. İndi burada da yenə yazsaq, alınacaq 2 vur 2, 4 vur 2 çıx 1. Üstəgəl 4'də 3. Bu da edir 4'də 7. Üstəgəl 4'də 3. Bu da bərabərdir 4'də 10'a. Yəni 2,5. Doğru cavab 23'də 2,5'ə bərabərdir. Növbəti sualımız 24-cü sual. Tənliyin ən kiçik müsbət kökünü tapın. Deməli yazırıq buradan. Pi vurulsun 2x plus 1 bölünsün 6 bərabərdir. Plus minus r kosinus köşdə 3 bölü 2 üstəgəl 2 pi k. Buradan pi vurulsun 2x plus 1 bölünsün 6 bərabərdir. Plus minus.
Kosinüs kökdə 3 bölü 2'ni alır 30'a. Pi bölü 6 üstəl 2 pi k. Hər tərəfi 6'ya vursam pi vurulsun 2x plus 1 bərabərdir plus minus pi üstəl 12 pi k. İndi isə hər tərəfi pi'yə bölsəm 2x plus 1 bərabərdir plus minus 1 üstəgəl 12k. İndi isə bunu 2 hissəyə ayıracağım. 2x plus 1 bərabərdir 1 plus 12k'ya. Bir də 2x plus 1 bərabərdir mənfi 1 plus 12k. Birinciden alınır 2x bərabərdir 12k'ya. X alınır burada 6k. İkinciden alınır 2x bərabərdir mənfi 2 plus 12k. Hər tərəfi 2'yə bölsəm x alınır mənfi 1 üstəgəl 6k. İndi burada ən kiçik müsbət kök k'ya 0 versəm x 6'dır. Burada ən kiçik müsbət kök isə k'ya 1 versəm x bərabərdir 5. Ən kiçiyi 5 olduğu için burada cavabımız 5'e bərabərdir. 25-ci sual. Sinifdə 24 şagird var. Əlaçların faizini tam ədədlə ifadə olunur. Bu sinifdə ən azı neçə əlaçı var? İndi 24 şagird var. 24 şagird x olsun əlaçı sayı. Əlaçı. İndi əlaçların faizi, əlaçları bölərəm 24'ə, vururam 100%'ə. Nə ixtisar olur? 4'ə. 4'ə ixtisar eləsəm, olacaq burada 6, burada 6, burada 25, burada x. Deməli, x vur 25 böl 6. Bu əlaçların faizidir. X vur 25 böl 6. İndi deyir ki, əlaçların faizi tam ədədlə ifadə olunur. Bu sinifdə ən azı neçə əlaçı var? Ən azı burada əlaçı sayı 6 olmalıdır ki, 6'lar ixtisar etsin, tam ədəd 25% alınsın. Deməli nədir? X 6'dır. Əlaçların sayı oldu 6. 26. Binomun açılışında ən böyük binomal əmsalı tapın. Binomial əmsal. Binomial əmsal olacaq burada ən böyük kombinasyon 8'dən 4. Bunu hesablasaq bir neçə sınavda qarşıma çıxıb bu. 70 alınmalıdır bu. 8 faktorial və üçün fərqi 4 faktorial vur 4 faktorial. Baxaq gör nə alınır. Deməli 8 faktorial yazıram. 8 vur 7 vur 6 vur 5 vur 4 faktorial. Bölünsün. 4 faktorialın birini açıram. 4 vur 3 vur 2 vur 1. Digərdə 4 faktorial saxlayıram. Bunlar gələcək ixtisar. Bura eləyir neçə? 24. 24. 8 dəfə 6 48. Yəni ixtisar eləsəm burada 1, burada 2. Bəli, cavab 70 alınacaq. 2 dəfə 5 10. 10'da 7 vuranda 70. Doğru cavabı da 70'e bərabərdir. 27-ci sual. Uyğunluğu müəyyən edin. A nöqtəsi o y oxu üzərindədir. O y oxu üzərindədir. Elə bir şey yoxdur. O y oxu üzərində olması üçün həm x-i həm də aplikat oxu olmalıdır 0. A nöqtəsi o x y müstəvi üzərindədir. Deməli z 0 olmalıdır. 1'ə aiddir. 1'ə B variantı. A heç birine aid deyil. A nöqtəsindən o y oxuna qədər olan məsafə 5'tir. A nöqtəsindən o y oxuna qədər olan məsafə 5'tir. Bu 2'ye aiddir. Çünki A nöqtəsi burada yerləşir x z müstəvisindən. X z müstəvisindən də y oxuna məsafə koordinatların kvadratları cəmində də 5'tir. A nöqtəsi o y z müstəvisi üzərindədir. Deməli x-i 0 olmalıdır. X-i 0. 3'ə D variantı. A nöqtəsindən o x y müstəvisinə qədər olan məsafə 7'dir. O x y müstəvisinə qədər olan məsafə. Deməli, burada da cavabımız 3'ə aiddir. 3'də Y. O x y müstəvisinə dediği üçün z'in modulu olacaq. Doğru cavab Y variantı. Deməli 1B, 2C, 3D Y. 28-ci sual. Tənlinin kökləri x1 və x2 olarsa, ifadəsinin qiymətini tapın deyir. İndi burada nə edəcəyik? x1'i içəri atsa, birinci nəyə fikir veririk?
x1-in x2-nin cəmi 6-dır. Hasilləri də neçədir? 4-dür. Deməli, hər ikisi müsbətdir. x1 də müsbətdir, x2 də müsbətdir. Ona görə birincini belə yaza bilərik. x1-in kvadratı x2. Üstə gəl kök altında ikinci yazıraq. x2-nin kvadratı vur x1. Ortaq vuruq kimi kök altında x1-dən x2-ni çıxartsaq, ötəcə xaricinə. Burada qalır kökdə x1, burada qalır kökdə x2 qalır. Bizə indi lazımdır kök altında x1-dən kök altında x2-nin cəmi lazımdır. Yəni bizə bu cəm lazımdır. Bu cəmi hesablayaq. Həmin cəmə bir yana mən t desəm, t. Hər tərəfin kvadratını alsam, aydın məsələdir. Burada t nədir? T müsbətdir. Çünki ikisi də müsbətdir. Dərəcələri də nədir? Kükün dərəcəsi 2-dir. Nəticə mənfi ola bilməz. Birincinin kvadratı x1. Hasillərin 2 misli. 2 kök altında x1, x2. Üstə gələ ikincinin kvadratı x2. Bərabər t kvadratı. Deməli, x1-in x2-nin cəmi 6. Hasilləri 4. 2 kökdə 4. Bərabər t kvadratı. Buradan alınır ki, 6 plus 4 bərabər t kvadratı. T kvadratı 10-a bərabərdir. Bizə müsbət lazımdır. T olacaq kökdə 10. T-ni tapdıq kökdə 10. Gətirib burada yerinə yazsaq. Deməli, kök altında x-in x-in hasili 4. 4 vurulsun kökdə 10-a. Bu da bərabərdir 2 kökdə 10. Doğru cavabımız burada 2 kökdə 10-a bərabərdir. 29-cu sual. Radiusu 6 desimetr, hündürlüyü 10 metr olan silindir formalı çən süd ilə tam doldurulub, çəndəki südün 30%-ni 30 litrlik, qalanların isə 40 litrlik bidonlara boşaltdılar. Təsadüfən seçilmiş bir bidonun 40 litrlik olması hadisəsinin ehtimalını tapın. Pini 3 qəbul edin. İndi radiusu verib 6 desimetr. Radius 6 desimetr. Hündürlüyü də verib 10 metr. 10 metrdə bərabərdir 100 desimetr. Mənə lazımdır burada nə? Həcm. Silindirin həcmi. Silindirin həcmi V bərabərdir. Pi R kvadratı vur H. Pini 3 verib. 3 vurulsun. R 6'dır. 6'nın kvadratı vurulsun H 100. Bu da bərabərdir. Deməli 108 arxasında 2 0. Yəni 10.800 kub desimetr. Yəni 10.800 litr. Bunu yazdıq. İndi çəndəki südün 30%, 30 litrlik. 30%-ni tapmaq lazımdır burada. Deməli 10.800-ün 30%-i lazımdır. 3240. 3240. Bu 30%'dir. 30%. İndi isə qalanları, yəni 70% qalır. 10.800-ün 70%-ni tapacağım. Bu da edir 7560. 7560. Bu da 70%'dir. İndi deyir ki, 30%-ni 30 litrlik. Buranı 30'a böləcəm. 30 litrlik. Qalanları 40 litri. Buranı isə 40'a böləcəm. İndi 3240'ı mən 30'a bölsəm, deməli 108 dənə qab lazım olacaq burada. 108 qab. Obisində isə 7560'ı bölməliyəm nəyə? 40'a. 189 qab da burada lazım olacaq. 189 qab. İkisinin cəmi maraqlıdır. 189 üstə gəl 108. 297 cəm 297 qabdır. İndi ki, təsadüfi seçilmiş bir bidonun 40 litrlik olması hadisəsinin ehtimalı 40 litrlik. Deməli 189'u bölməm lazım 297'yə. Bu da bunun cavabı bu şəkildə. Keçən növbəti və sonuncu sualımız isbat sualıdır. Deyir ki, ABC üçbucağı AC tərəfinə paralel düz xəttlərlə eyni böyüklükdə 3 fiqura bölünüb. Bu paralel düz xəttlərin AB tərəfini B təpəsindən başlayaraq
1 bölü köşdə 2 çıx 1 bölü köşdə 3 çıx köşdə 2 nisbətində bölünü isbat edin. İndi burada mən çəkəcəm. Bizə deyir ki, bu hissələrin sayları eynidir. S. Bura X, bura Y, bura Z deyirəm. Bunlar da uyğun bucaqlardır. Bunlar da bir-birinə bərabərdir, uyğun bucaqlardır. Burada oxşarlıq var. İndi sayıları yazdıq. İndi biz bilirik ki, X-in X plus Y-nin nisbətinin kvadratı bərabər olacaq S-in 2S-ə nisbəti. Yəni X-in X plus Y-nin nisbəti kvadratı bərabər olacaq 1-in 2-ə nisbəti. Deməli, X-in X plus Y-nin nisbəti bərabər olacaq 1 bölü köşdə 2-yə. Deməli, X plus Y bərabərdir nəyə? X köşdə 2-yə. Y də bərabərdir X köşdə 2 çıx X. Yəni, Y bərabərdir köşdə 2 çıx 1 vur X. Y tapdıq. İndi, gəlin X-i Z-lə də ifadə edək. X-i Z-lə. İndi buna baxaq. Bunu bildik. Yəni, indi Y-in yerinə, burada Y-in yerinə yazsaq, bunu yazsaq, buraya yazsaq, Y-in yerinə, məsələn, burada yazsaq, X köşdə 2 çıx X yazsaq, ümumi toplayanda bura olacaq, X köşdə 2 olacaq. Burada X köşdə 2 olacaq. Toplayanda X köşdə 2. İndi isə yazırıq. Deməli, X köşdə 2-nin X köşdə 2 plus Z-ə nisbətinin kvadratı bizə verəcək 2S-in 3S-ə nisbəti. 3S-ə nisbətini verir bizə. İndi bunu hesablamaq lazımdır. Görə bura nə alınır? Deməli, X köşdə 2 bölünsün X köşdə 2 plus Z bərabərdir köşdə 3 və köşdə 2 alınır. İndi çarpaz vursaq görə nə alınır? X köşdə 6 bərabərdir 2X üstə gəl köşdə 2 Z. Köşdə 2 Z. İndi burada da alınır ki, bizə Z lazımdır. Z tapmaq lazımdır. Z nəyə bərabərdir? Deməli, burada da alınır ki, köşdə 2 Z bərabərdir X köşdə 6 çıxılsın 2X. Deməli, köşdə 2 Z bərabərdir X köşdə 6 çıxılsın. Burada yazırıq köşdə 2 vur köşdə 2X. Hər birini köşdə 2-yə bölsəm, burada Z alınır, burada alınır. Deməli, X vur köşdə 3 çıx köşdə 2X. Köşdə 2X. Deməli, Z-imiz bərabərdir köşdə 3 çıx köşdə 2 vur X. Deməli, indi nisbətlərə baxacaq. Əvvəl bizdən soruşur, əvvəlki X bölü Y bölü Z nisbətini soruşur. X-imiz X-dir. Y-imizi tapmışdıq. Y-imiz baxın buradadır. Köşdə 2 çıx 1 X. Z-də tapdıq. Köşdə 3 çıx köşdə 2 X. Hər birini X-ə bölsəm, alınacaq 1 bölünsün köşdə 2 çıx 1. O da bölünsün köşdə 3 çıx köşdə 2. Vəssalam. İsbat bu qədər. Kanala abunə olmağı, videoları bəyənməyi və şərh yazmağı unutmayın.